əziz şagirdlər və abituriyentlər, mən İşıq Nöqtəsi Tədris Mərkəzinin riyaziyyat müəllimi İbayvan Nuray. Əgər siz də buraxılış və ya blok imtahanına hazırlaşırsınızsa, videoları davamlı izləməyi unutmayın, çünki burada bütün mövzuların izahı və faydalı məlumatlar var. Elə isə dərsimizə keçək. Bugünkü mövzumuz üçbucaqların davamı olacaq. Bu dəfə biz üçbucaqların növlərinə baxıb, onların xassələrini öyrənəcəyik. Gəlin birinci bərabəryanlı üçbucaqdan başlayaq. Bərabəryanlı üçbucaq adından da göründüyü kimi yan tərəfləri bərabər olan üçbucaqdır. Yəni belə çəkək. Bura A-dırsa burada A olacaq. Burada yazı belə işarə edək. Bərabəryanlı üçbucağın oturacağının bitişik bucaqlar da bərabərdir. Bura alfadırsa, burada alfadır. Burada tutaq ki, betadır. Təbii ki, biz keçən dərsimizdə öyrənmişdik ki, üçbucağın daxili bucaqlarla cəmi 180 dərəcədir. Yəni 2 alfa üzərinə gəlirsə beta bərabər olacaq 180 dərəcəyə. Və həmçinin bərabəryanlı üçbucağın perimetri də 2A plus B-yə bərabərdir. Daha sonra bərabəryanlı üçbucaqda təpədən oturacağı endirilmiş hündürlük, həmçinin median və tənböləndir. Yəni hündürlük bərabər median və tənböləndir. Daha sonra isə bərabər tərəfli üçbucağa baxaq. Bərabər tərəfli üçbucaqda bütün tərəfləri bərabər olan üçbucaqdır. Həmçinin bütün bucaqları da bərabər olan üçbucaqdır. Yəni, bütün tərəflərini ayrı işarə edək. Bütün bucaqları da bərabərdir. Dedik ki, yəni buranın alfa ilə işarə etsək, burada alfa olur, burada alfa olur. Yəni 3 alfa cəmi bərabər olacaq 180-ə, alfa da bərabər olacaq 60-a. Yəni biz deyə bilərik ki, bərabər tərəfli üçbucağın bütün daxili bucaqları 60 dərəcədir. Və bərabər tərəfli üçbucağın bütün medianları həmçinin tənböləndir və həmçinin hündürlükdür. Yəni h bərabərdir m, o da bərabərdir l və düsturu isə a kök 3 bölünsün 2 ilə hesablanır. Daha sonra isə perimetri də bərabərdir 3 aya. Daha sonra isə düzbucaqlı üçbucağa baxaq. Düzbucaqlı üçbucaq nədir? Bir bucağı düzbucaq olan üçbucaq, düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın düzbucaq təpəsini əmələ gətirən tərəflər katet adlanır. Düzbucağın qarşısında duran tərəf isə hipotenuz adlanır. Yəni, gəlin əvvəlcə işarəli A, B, C. Burada A ilə B katet, C isə hipotenuz adlanır. Və gəlin düzbucaqlı üçbucağı belə çəkək. Bəzi xassələri deyim. A, B, C. Burada düzbucaq təpəsi. Düzbucaq təpəsindən hər hansısa hündürlük endirsək, hündürlüyü. Burada bura qədər olan hissəni AC, bura qədər olan hissəni də BC kimi adlandırsaq, burada AC A-nın kölgəsi kimi nəzərdə saxlaya bilərsiniz. BC də B-nin kölgəsi kimi nəzərdə tuta bilərsiniz. Burada H bərabər olur. Daha doğrusu H-ın kvadratı bərabər olur. AC vurulsun BC, həmçinin A-nın kvadratı bölünsün B-nin kvadratı bərabər olur AC bölünsün BC-yə. Bu xassələri də yadınızda saxlayın, çünki məsələlərdə lazım olacaq. İndi isə düzbucaqlı üçbucaqda ən məşhur teorem olan Pifaqor teoreminə baxaq. Bu nədir? Pifaqor teoremində deyilir ki, üçbucağın daha doğrusu katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Yəni A kvadratı üzərinə gəlsin B kvadratı bərabərdir C kvadratı. Bu məşhur teoremi yadınızdan çıxartmayın. İndi isə bəzi bucaqlara görə xassələri var düzbucaqlı üçbucağın. Bu hansılardır? Məsələn, düzbucaqlı üçbucağın iti bucaqları 30-60 olarsa, yəni 90, biri 30, biri 60 olarsa, bu zaman nə olur? 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. Yəni bura A-dırsa, bura 2A olacaq. 60 dərəcəli bucaq qarşısında duran katet isə 30 dərəcəli bucaq qarşısında duran katetin kök 3 misinə bərabərdir. Yəni bura A-dırsa, bura olacaq kök 3A. Daha sonra əgər bərabəryanlı düzbucaqlı üçbucaqdırsa, yəni belə, bura A-dırsa, burada A olacaq. Bura düzbucaq. Bərabəryanlı üçbucaqda biz demişdik ki, oturacağı bitişik bucaqlar bərabərdir. Yəni, bura alfadırsa, burada alfadır. Bu alfalar da 45 dərəcədir. Çünki biz yazsaq, alfa üzərinə gəlsin, alfa 90 dərəcə. Yəni, 2 alfa 90 dərəcə, alfa da olur 45 dərəcə. İndi, katetlər A-dırsa, bu zaman hipotenuz A kök 2-yə bərabər olacaq. Bu
qaydaları da bilməniz məsələləri daha rahatlıqla həll etmənizə kömək olacaq. İndi isə gəlin biz sadə trigonometrik anlayışlara baxaq. Bunlar hansılardır? Sinus, kosinus, tangens və kotangens nəyə bərabərdir? Bunlara baxacağıq. Elə bu üç bucağın üzərində işləyir bir alfa bucağı deyək, bu iki bucağa. Sinus nəyə bərabərdir? Sinus alfa bucağının qarşısında duran katetin hipotenuzun nisbətinə bərabərdir. Yəni A bölünsün C-yə bərabərdir. Kosinus alfa isə bitişik katetin hipotenuza nisbəti, yəni B bölünsün C-yə bərabərdir. Tangens alfa isə qarşı katetin bitişik katetin nisbətidir, yəni A bölünsün B. Kotangens alfa, kotangensi belə də görə bilərsiniz, bu şəkildə də görə bilərsiniz, hər ikisi doğrudur. Kotangens alfa isə bitişik katetin qarşı katetin nisbətinə bərabərdir, B bölünsün A. Daha sonra isə sizə bəzi dərəcələrin qiymətini deyəcəm ki, bunlar da bilməniz önəmlidir. Yəni, belə bir cədvəl çəkək. 0 dərəcə, 30 dərəcə, 45, 60 və 90 dərəcə. Burada sinus alfa yazaq, kosinus alfa, tangens alfa və kotangens alfa. Sinus alfa 0 dərəcədə elə 0 alır, 30 dərəcədə 2-də 1, 45 dərəcədə kök 2 böl 2, 60 dərəcədə kök 3 böl 2, 90 dərəcədə isə 1 alır. Daha sonra kosinus alfa 0 dərəcədə 1 alır, 30 dərəcədə kök 3 böl 2 alır. Daha sonra 45 dərəcədə kök 2 böl 2, 60 dərəcədə 2-də 1, 90 dərəcədə isə 0 alır. Tangens alfa 0 dərəcədə 0 alır, 30 dərəcədə 1 bölünsün kök 3, 45 dərəcədə 1, 60 dərəcədə kök 3 alır, 90 dərəcədə isə təyin olunmuyub. Kotangens alfa isə 0 dərəcədə təyin olunmuyub, 30 dərəcədə kök 3, 45 dərəcədə 1, 60 dərəcədə isə 1 bölünsün kök 3 alınır, 90 dərəcədə isə 0 alınır. Niyə bu dərəcələrdə bu qiymətlər alınır? Trigonometrik anlayışlarda biz bunu daha da geniş öyrənəcəyik trigonometriya mövzusunda. Amma bəzilərini sizə isbat edə bilərəm. Məsələn, sinus alfa niyə 30 dərəcədə 2-də 1 alınır? Gəlin baxaq. Biz dedik ki, tutaq ki, bura adisa 30 dərəcəni qeyd edək. Bura adisa 30 dərəcəli bucaq qarşısında duran katet adisa, hipotenuz olacaq 2A, digər katetdə olacaqdı kök 3A. İndi biz sinus 30 dərəcə dedik nəyə bərabərdir? Qarşıdakı katetin hipotenuza nisbəti, yəni A bölünsün 2A, A'lar ixtisar etsə biz 2-də 1-i alarıq. Digər dərəcələrin qiymətində siz özünüz daha dəqiq belə öyrənə bilərsiniz. Amma 0 dərəcədə niyə 0 alır, 90 dərəcədə niyə 1 alır, onu trigonometriya mövzusunda daha geniş öyrənəcəyik. İndi isə sinuslar və kosinuslar teoreminə baxaq. Bu nədir? Sinuslar teoremində, məsələn, bizə 3 bucaq verilib, hər hansısa bir 3 bucaq. Trigonometrik anlayışlar daha çox düz bucaqlı 3 bucaqda istifadə olunur, amma sinuslar və kosinuslar teoremi hər zaman elə, yəni müxtəlif 3 bucaqlarda tətbiq oluna bilər. Məsələn, alfa bucağı A tərəfi, beta bucağı B tərəfi verilib. Tutaq ki, sizə A-nı 4 verib, B-ni 5 verib, alfanı tutaq ki 60 dərəcə verib, beta bucağını istəyir. Biz bunu necə tapacağıq? Burada sinuslar teoremini tətbiq edəcəyik. Sinuslar teoreminin düsturu necədir? A bölünsün sinus alfa bərabərdir B bölünsün sinus beta. Yəni hər tərəfin qarşısında dayanan bucağı yazırıq. A bucağının qarşısında alfa bucağı dayandığı üçün alfa yazıram. Sonra C bölünsün sinus gamma bucağı. Bu isə bərabərdir 2 elə. Buradakı E nədir? 3 bucağın xaricində çəkilmiş çevrədir. Bunu da növbəti dərslərimizdə öyrənəcəyik. İndi gəlin qiymətləri yerinə qoyaq. A-mızı 4 verib, alfa bucağı 60 dərəcədir. Yəni sinus 60 bərabərdir 5 bölünsün sinus beta. Daha sonra biz 60 dərəcəni öyrəndik ki, sinus 60 dərəcədə kök 3 böl 2 alır. Ona görə yerinə yazıram. Kök 3 böl 2 bərabərdir 5 bölünsün sinus beta. İndi biz çarpaz vursaq tənasübə görə 4 vurulsun sinus beta bərabərdir 5 vurulsun kök 3 böl 2. Sinus betanı tapsaq 5 kök 3 bölünsün 8 alınacaq. Burada da beta olacaq.
arcsinus 5 kök 3 bölünsün 8. Daha sonra kosinuslar teoremi necə tətbiq olunur? Məsələn, yine 3 bucaq verilib, hər hansısa bir. A tərəfi, B tərəfi verilib və bir dənə bucaq verilib. Digər tərəfi istəyir bizdən. Bu zaman kosinuslar teoremini tətbiq edəcəyik. Kosinuslar teoreminin düsturu necədir? X kvadrat bərabərdir. A kvadrat üstlərinə gəlsin, B kvadrat çıxılsın 2AB kosinus alfa. Bu düsturu tətbiq edərək məsələni həll edə bilərsiniz. Bugünkü dərsimiz bu qədər. Növbəti dərslərdə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.